Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Quba rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Röya Sultanova idarə etdiyi Kia markalı minik avtomobili ilə şəhərin Əliqulu Nərimanov küçəsində yolu keçmək istəyən 1974-cü il təvəllüdlü piyada Şəlalə Ağayevanı vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Şəlalə Ağayeva Quba şəhərindəki məktəblərin birində fizika müəllimi işləyir. Faktla bağlı araşdırma aparılır. Bakının Yasamal rayonunda yerləşən Şəfaət Mehdiyev küçəsində yol nəqliyyat hadisəsi baş verib. BMW X7 avtomobili Gilli markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində yolun həmin hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qəza səbəbindən ərazidə tıxac müşahidə olunub. Bakıda məktəb direktoru vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Bakı şəhər 185 sayılı tam orta məktəbin direktoru Esmira Rızaquliyeva vəfat edib.